Xeyirli olsun bir daha. Daha bir mənzilimiz tamamlandı. İlkin mərhələsi. Deməli, bizdə burada cam aşıxan otaqdır. Həm əl üzüyan, həm şulka, həm də paltar yuyan maşın. Bizdə xol hissədir. Xol hissəsinin öz termostatları olacaq. Beton sensoru. Keçirik burada hamam otağıdır. Hamam otağında da Hansgrohe'dan istifadə olunur. Bizim instalyasiyamız, moydadırımız və duş zonası. İçeride da bizim mətbəximiz. Bizdə mətbəx hissəsi. Hər bir otaqda termostatdan istifadə olunacaq. Burada da bizim balkon hissəmiz, trapımız, kondisioner borusu birləşəcək, orada yəni bizə aid deyil. Keçirik bizim paylayıcı qrupumuz, kollektorumuz. Alt hissəsi belə mis borularla birləşdirdik, mirqas kombisidə. Bu da bizim su filtrimiz. Gələcəkdə kanalizasiya çəkilib ki, burada bizdə su yumşalıcı olacaq. Radiator xətlərini göstərin. Radiator xətlərdə hər bir otaqda çarpaz qoşulur. Yerinə qoyub, belə baçonkalarını yerinə bağlayıb, təkrar sökmüşük. Təmirdən sonra yerinə qoyulacaq. Xeyirli olsun bir daha.